Salam əziz insanlar, Aydınlanma kanalına xoş gəldiniz. Yenə demək istəyirəm ki, kanala abunə olmağı, şərh yazmağı unutmaq lazım deyil. Bir də onu da deyim ki, bu kanalda mən sadəcə dərk etdiyim həqiqəti paylaşıram. Kimisə öyrətməyə, nəsə başa salmağa da ehtiyac duymuram və bu bir tərəfdən mənə lazım da deyil. Buna cəhdlər olub, 2 il ərzində videolar buraxılıb və s. dəyər verilməyib, qədir bilinməyib, nəysə. Əsas odur ki, bunu çatdırdım. Vicdanım rahatdır. Onu demək istəyirəm ki, bunu da qeyd edeyim ki, 2 kanal var. Həqiqətin özü və həqiqəti dərk et. İkisinin də adı belədir. Birinin adı həqiqəti dərk et, birinin adı həqiqətin özü. Bu kanallarda da ümumilikdə toplamda 500-dən artıq video var idi. Yəni ümumiyyətlə üçündə bir yerdə 600-dən artıq video alınır. Yəni baxmaq istəyən baxa bilər, orada da maraqlı videolar var. Nə demək istəyirəm? Baxın. Varlılar varlılar cəhənnəmdə yanacaqlar. Bütün varlı insanlar, Elon Musk belə cəhənnəmdə yanacaq. Varlılar, rütbəlilər, vəzifə sahibləri, hamısı cəhənnəmli idi. Hamısı cəhənnəmdə yanacaq. Kiminsə haqqını yeyən, kiminsə incidən, səhvin tərəfində duran, ədalətsiz olan, mərhəmətsiz olan, vicdansız olan, rüşvət alan və s. və s. hamısı cəhənnəmdə yanacaq. Və siz deyirsiniz ki, mənim nəyimə lazımdır onun cəhənnəmdə yanması? Mənə lazımdır ki, o burada, bu anda əziyyət çəksin, əzab çəksin. Sənin nəfsin, egon bunu istəyir. Sən bunu istəyirsənsə, deməli səhv bir yoldasan, egoizmini qidalandırırsan. Belə baxanda qisas almaqda da, qisas almaq istəməkdə də bir problem yoxdur. Azərbaycanlılar qisasçıl, qisas almağa meyilli varlıqlardır. Məndə də bu məsələn Instagram sosial şəbəkəsində mən burada görürsünüz, söyüş söymürəm, tərbiyəli danışıram, heç kəsə incidici bir söz demirəm, tam mələk formatında olmağa çalışıram. Instagramda isə insanlar o qədər özündən razıdır ki, orada iblisə çevrilirəm və söyüşdə yaza bilərəm, təhqirdə, acı sözdə, belə özündən razı, egoist və məni tanımayan minlərlə insan, baxdım da bu şeydə profili gördüm ki, 3000-ə yaxın insan, adətən çoxsu qadındır, şey eləyiblər, mənim profilimə baxıblar, oradakı şəkillərə baxıblar və təbii ki, dəhşətə düşürlər, məni iblis kimi görürlər. Qadın düşməni kimi, egoist kimi, narsist kimi, özündən razı kimi, da belə də məhv edən, kobud. Bəziləri deyir ki, sən geysən, bəziləri deyir ki, acıqlısan qadınlara, qadınlar səninlə əlaqədə olmur, yaxud da ki, sən acizsən, cılızsan. Söyüş söyürlər, təhqir edirlər, söyüş söyürlər. Amma girirlər profilə baxırlar ki, görün bu kimdir, bu nə danışır. Yəni, istəyəndə mən elə eləyə bilərəm ki, iblisdən istifadə eləyib ki, insanın, mənim dediyim söz insanın burasına girəcək, başqa yerindən çıxacaq, gedəcək nəslinə girəcək, ora girəcək. Özdə sizcə qeyri-adi bacarıqları olan bir insan, bu qədər şey bilən insan, mistik bacarıqlara sahib olan bir insan, sizcə bunlardan istifadə eləyə bilməz? Sizcə bu qədər şey bilən insan pis şeylərdən faydalana bilməz? Amma mən bunu eləmirəm təbii ki, sadəcə egoist tərəfimi göstərəm, iblisani tərəfi göstərəm ki, yəni bilirəm ki, insanın körlüğünü, tupoyluğunu, acizliyini, özündən razılığını ancaq ona, onun nəfsinə, egosuna dəhşətli zərbələr endirərək birtəhər aradan qaldırmaq olar, onu oyandırmaq olar. Hədsiz dərəcədə egoist kişilər, qadınlar var Instagram sosial şəbəkəsində ümumiyyətlə. Bütün dünyada. Mən fərqi yoxdur, hansı dildə olur olsun yazıram, yəni şərh yazıram, tənqid eləyirəm.
söyüş də yaza bilərəm və s. ki, yəni insan oxusun, onun nəfsinə, qüruruna dəysin, ona yansın ki, yəni belə olmur. Dərin bir yuxudadılar. Onlar düşünür ki, bu telefonda mən fikrimi bildirirəm, bu normaldır. Məsələn, feminist qadını düşünür ki, deyir, mən feministəm, amma Allah da feministdir. Deyir, mənim anam, görün nə deyir, mənim anam insanlara dərs deyirdi. Mənim anam insanlara mərhəmət öyrədirdi. Mənim anam çarmıqda öldü. Mənim anam özünü qurban verdi. Allah mənim anamı öz yanına apardı. Başa düşürsünüz nə edir? İsa Məsihi, İsa Peyğəmbəri qadın kimi göstərir. Yəni İsa bir qadın idi. Onun beynində bilirsiniz nə baş verir? İndi şizofreniyadır, amma olar. Sosial şəbəkələr onunla yaxşıdır ki, həm pis tərəfi odur ki, insanlara ayırıb cəfəngiyyat yaradıb, egoistləşdirib, mənəviyyatsızlaşdırıb, pisləşdirib insanları, daha betər vəziyyətə salıb və s. və s. çox negativ tərəfləri var. Amma ən əsası da odur ki, yaxşı tərəflərindən biri ki, sən görürsən ki, bu insan nə danışır, nəyi reklam edir, nə barədə danışır və onun beynində nəyin olduğunu bilirsən və başa düşürsən ki, ondan uzaq durmaq lazımdır. Ondan uzaqlaşmaq lazımdır ki, bu yerində deyildir. Çünki amma sosial şəbəkə olmayanda o bunu eləyə bilmirdi. Bu feminist qadın ağzından çıxan hər bir sözə görə məsuliyyət daşıyacaqdı. Çünki bilirdi ki, mən məsələn belə danışıram, gedəcəm Vatikanda mən deyəcəm ki, İsa Peyğəmbər qadın idi, götürəcəklər mənə başqa şeylər eləyəcəklər. Məsələn, qadınlar Amerikada oturub, Əfqanistan belə, Əfqanistan belə, cəsarətiniz çatır, gedin Əfqanistan. Bəzi Türkiyədən olan qadınlar da deyir, yox, mən, o bir qadın var idi, xiyar qızı xiyar, yazdım elə videosunun altında, sən xiyarsan, tupoysan, sən egovu, nəfsivi kimə göstərsən, sən niyə gedirsən Əfqanistana, orada kişilərlə mübahisə eləməyə çalışırsan, kimə göstərsən özünü, yaxud da ki, neynəməyə çalışırsın? Sadəcə egoizmi göstərsin. Balidə, Taylandda, bəzi o adalarda, Phuketdə yaşayan qadınlar var, özlərini ruhani aydınlanmış sayırlar, bir neçə dil bilirlər, təhsil alırlar, kitablar oxuyurlar. Nəyə görə? Düşünürlər ki, egolarını, yəni Allahı tapacaqlar, dərk eləyəcəklər nəysə. Xeyr, bu belə işləmir. Ümumiyyətlə, Allahı axtaran sən deyilsən, Allah səni axtarır. Allah sənin onu tapmağını istəyir. Cəlaləddin Ruminin mistik sözləri var. Sən nəyə axtarırsansa, o da səni axtarır. Sən Allahı axtarırsansa, Allah da səni axtarır. Elə Allah icazə verir ki, sən onu axtarasan, Allah oyadır. Sənin Allahdan xəbərin belə yox idi, heç nədən xəbərin yox idi. Allah sənə imkan verir ki, sən oyanasan və ona doğru gələsən. Və bu kanal özünü dərk etmə haqqında və s. videolar sənin qarşına elə belə çıxmır. Çünki sən artıq özünü dərk etməyə hazırsan, böyümüsən deyə sənin qarşına çıxır. Yoxsa sənin qarşına heç YouTube belə Allahın işini yerinə yetirir. Başa düşdünüz? YouTube belə sənə lazım olan şeyləri sənin qarşına çıxardır. İndi mən dedim də, varlı insanlar cəhənnəmdə yanacaqlar. Bəli, burada ola bilər biraz yaşasınlar, pul yığsınlar, milyarder olsunlar, milyonçu olsunlar və sən düşünürsən ki, ay Allah, bu nə vaxt bitəcək, bu nə vaxt bitəcək. İndi siz düşünərsiniz ki, mən deyə bilərəm ki, onlar da əzab çəkir, onların da əzabları var, onlar da dərd içindədir. Xeyr, mən belə deməyəcəm. Çünki mən elə desəm, onları haqlı çıxarmış olacağım, elə deyilmi? Onlar yük götürüblər, yükü daşıyırlar. Məsuliyyət deyil ha bu. Siz düşünürsünüz ki, yanlış düşüncədir ki, insanların vəzifələri artdıqca məsuliyyətləri də artır. Yox. Hərbidə bilirsiniz necədir? Ən böyük məsuliyyəti kim daşıyır? Axşam. Baxın, gecədir. Hərbi hissə komandiri gedir yatmağa.
Hərbi hissə növbətçisi qalır. O da yatır. Səhər yatacaq. Axşam kimlər qalır? Zabitlər gizirlər. Kim məsuliyyət daşıyır? Ən dibdə olan, ən yazıq, ən fağır, heç kim hesab edilən əskər. Bax bu gerçəkliyimizdə də, bizim cəmiyyətimizdə də, toplumumuzda da, sistem iyerarxiyasında ən böyük məsuliyyəti daşıyan elə ən aşağıda olanlardır. Hər bir sistemdə, hər bir yerdə ən aşağıda olanlar ən böyük məsuliyyəti daşıyır. Məsələn, bir müəssisədir, deyirsiniz ki, iş gedir. Amma məsələn, o tualeti yığışdırmasa 2 gün, görün orada nə baş verəcək? Yaxud da ki, ora-bura qaçan insanlar var. Ora-bura qaçan insanlar. Onlar 1-2 günlük işə gəlməsə, bilirsiniz nə baş verəcək? Xaos olacaq. Eyni şeydir burada. Məsuliyyəti onlar daşımır. Biz belə təsəvvür edirik də, bu insanlar, vəzifəli insanlar gedir, böyük məsuliyyət çiyinlərindədir, belə-belə gedirlər, ay Allah, yıxılırlar. Deyir, ay Allah, yıxıldım, öldüm. Mən cəmaata görə, şeyə görə, o boyda məsuliyyət daşıyıram, bu cəmaata görə. Dəyərimi bilmirlər mənə. Fantaziyadır bu. O qorxur, o məsuliyyət daşımır, o qorxur. Niyə görə? Çünki vəzifə sahibidir. Qorxur ki, vəzifəmi məndən alacaqlar. Qorxur. Sən onun, indi onların belə üz qabiliyyəti deyil, üz ifadəsi var. Bu varlıların, özündən razı olanların, pulgirlərin, vəzifə sahiblərin. Bax belə. Bax belə baxırlar da. Yəni ki, hər şey rahatdır, əladır. Elə deyil. Onun içində bilirsiniz nə qədər qorxu var. O vəzifəsini itirməsindən qorxur. Kreslosunu itirməsindən qorxur. Adicə insana baxın. Məsələn, mən görmüşəm, insanın bir dənə Mercedesi var, Mercedesi. Onu həyətə qoymuşdu. Gecə soyuqdur, qışdır, fərqi yoxdur, ikisidir, fərqi yoxdur. 100 dəfə axşam açır qapını, baxır, açır baxır ki, birdən maşına aparırlar. Sənin heç nəyin yoxdur, sən xoşbəxtsən. Sən rahat yat, rahat yatırsan. Bu amma açır baxır ki, birdən maşına aparırlar. Bax, belə bir şeydir. İnsanlar qohumluq əlaqələrini niyə göyə qaldırır? Çünki praktiki cəhətdən qohumluq əlaqələri daha əlverişlidir, daha çox fayda sağlayır. Mənəvi cəhətdən yox, psixoloji cəhətdən yox. Sən tək olanda, əzab çəkəndə əmi, dayı, baba, xala, onların yanına gedib onları qucaqlayıb sevinmirsən, yox. Bu cəhətdən onlarla əlaqədə olmaq yaxşıdır. Mən belə şeyləri, siyasəti, digər insandan istifadə etməyi və s. şeylər ümumiyyətlə mənim mənəviyyatım, vicdanım rədd eləyir. Mən belə şeyləri qəbul eləmirəm. Amma toplum, cəmiyyət, sosial mühit rahat-rahat qəbul eləyir. İnsanlar birləşir bir-birinə, pul yığır, maşın alır, vəzifə və s. İyrənc şeylər. Mənə görə iyrəncdir. Kiməsə görə normaldır. Məsələn, insanlar meyvə satır da. Görsən meyvə satılır, qanunsuz satılır. Belə özündən razı baxırsan. Əvvəllər təhsilli, təhsilsiz insan arasında fərq qoyulurdu. Bu savadsızlar indi düşünür ki, savadlılardan qat-qat artıqdırlar. Bu insan bəlkə də sənin qazandığın pulu qazanmır ola bilər, sənin bu meyvə satmağından. Amma polis mayoru gəlir, maşını saxlayır, pəncərənin şüşəsini salır aşağı, əlindən belə it kimi səni çağırır, sən qaçırsan onun yanına, ay arvad, ay ağ bir şeysən, kişisən, nəsən. Qaçırsan yanına, 200-300 manatını verirsən, onun payokunu verirsən, sonra da gedirsən. İnsanlar var, nə edir? Deməli, belə deyim də sizə,
pul şeylirlər də. Bir çox insan bilirsiniz ki, hərbi xidmətə gedir ki, orada işləsin. O müharibədən sonra ofisiantdır, o birisidir, bu birisidir, pula görə hamısı getdi ora. Qadındır, evi var ha, özünə ev alıb. Amma bu sistemdə işləyir, deyir ki, mən kiraya qalıram, mənim pulum yoxdur, ailəm var, kiraya qalıram, yaşaya bilmirəm. Bunlar da buna ayrıca 350 manat ayırırdı. Qohumlarından kağız yığırdı ki, mənim sosial vəziyyətim pisdir, göndərdi ora, əlavə 200 manat da verirlər. Bəziləri də deyir ki, görsən nətər yaşayır. Deməli sistem bizi aldadır. Biz isə sistemi aldatmağa kişilik deyirik, biclik deyirik, fəxr edirik. Biz bicliklə fəxr edirik. Başa düşdünüz? İnsanların bicliyi ilə, insanların oyun oynamağıyla, pislik etməkləri ilə, bax bu cür qabiliyyətləri ilə biz fəxr edirik. Kimsə hiləgərdirsə, bicdirsə, deməli super adamdır, ağıllıdır. Pul qazandısa, oğurladısa, başqa bir şey eləyə bildisə, beynini işlətdisə, super. Bəzi insanlar var, nə edir? Özünü mülayim göstərir. Mən bununla mübahisə eləmirəm, bununla mübahisə. Yox, biz dostuq. Hətta özündən zəif bildiyi insanlarla belə, zəif saydığı insanlarla belə dostluq edir. Niyə görə? Praktiki cəhətdən. İkincisi də ki, yaxşı insan rolunu oynayır. Çünki bilir, tərifləyirlər də məni böyük, məni kişi sayırlar, mənim atama hörmət edirlər, məhəllədə hörmətimiz var, orada burada hörmətimiz var. Buna görə eləyir. Siz insanların daxilən nəyi, niyə görə elədiyinin fərqinə varmaq üçün onun egoizminə toxunmalısınız. Egoizmindən fikir yürüdəndə belə onun egoizmindən fikrinizi yürütməlisiniz. Və bu insanlar bir müddət burada yaşayacaq, sonra ölüb gedəcəklər. Cəhənnəmdə yanacaqlar olar. Bardodan xəbərləri yoxdur. Bardo tükodol. Öləcək, mavi işıq olacaq. Nəysə, bunların mavi işıqdan keçək. Bunlar onsuz da maddiyatçı adamlardır. Mavi işıq bunlara maraqlı deyil. Bu içindən olan qorxu, təlaş, həyəcan, iblisani şeylər çıxacaq. Cıracaq onu. Gizlənməyə yeri yoxdur. Çünki bədən yoxdur. Harada gizlənəcəksən? Heç yerdə. Qaçacaqsan, qaçmağa da yeri yoxdur. Bax, bunu bu gözləyir. Epstein öldü. Siz elə fikirləşirsiniz ki, o cəhənnəmə gedir. O Bardoda cəhənnəmi yaşayır. Sizin xəbəriniz də yoxdur. Amma siz deyirsiniz, yox, burada cəzasını vermək lazımdır. Nə edirsən burada cəzasını verməsin? Sən özün belə onun cəzasını verib niyə yeyəcəksən? Sənin onun cəzasının verilməsini istəməyin, görməyin belə, onun əzab çəkməsini görməyin sənə nə verəcək? Heç nə. Sən bunu görəcəksən və deyəcəksən, yox, mən belə şey görmək istəmirəm. İyrənəcəksən. Bundan xəbərin yoxdur sən. Kimisə cəzalanmasını görüb iyrənəcəksən. Hətta ola bilər mərhəmətli olasan, ürəyin işləsin, deyəsən, yox, aman Allah eləməyin. Onun içi, daxili şuuru cəzalandıracaq. Güzgü formatında olan şuuru. Bu iblisani varlıqları çıxardacaq qabağına, yiyəcəklər. Bir didəcəklər onu. Bu varlıları, bahalı maşınlarda gəzənləri. Ona görə varlı olmaq pisdir. Kasıb olmaq ən yaxşısıdır. Peyğəmbər kasıb olmağı ilə fəxr eləyirdi. İndi bəzilər deyir, yox, o metafizik mənada deyirdi, 7-ci əsrdir, xeyr. O necə var elə deyirdi. O bu dünyanı ölmüş keçiyə oxşadır. Deyir, keçinin leşi sənə lazımdır, meyit sənə lazımdır, yox. Bu dünya da eyni şeydir. Sadəcə siz bunu anlamırsınız və bunu deyən insanlar da anlamırlar. Niyə görə? Sən nə qədər namaz qılsan da şeyləsən də, sən praktika eləməmsən. Ona görə sənin şuur səviyyən aşağıdır, sən huzuru bilmirsən, meditasiya təcrübələrin yoxdur, ruhsal təcrübələrin yoxdur.
Peyğəmbər 3 il ərzində mağarada meditasiya praktikaları apardı. Sən eləməmisən axı. Sən təklikdə olmusan, dərk eləməyə çalışmısan, yox. Ona görə də sən nə danışırsan? İslamın ən gözəl tərəfi olan sufizmdən hekayələr oxuyacağım sizə. Deməli, belə bir kitab var, İdris Şah. İndi gəlin birincisi duamızı eləyək. Varlıları cəhənnəmə göndərdiyi, düzdür. Kasıblar da cənnətdə olacaqlar. Mən özüm də bir kasıb insan kimi, minimum əmək haqqı alan birisi kimi cənnətdə olacağım. Cənnəti qazanacağım. Bəziləri cənnət üçün ölür. Mənə cənnət lazım deyil. Mən istəyərdim ki, Allah mənə nə layiqdirsə, onu da mənə versin. Əgər Allah desə ki, sən cəhənnəmdə yanacaqsan, deyəcəm, şükür ol. Allah məni göndərdi, nə sən göndərdin, nə sistem göndərdi, nə başqası göndərdi. İsa Peyğəmbər dedi ki, qınamayasan deyə. Məhkəmə ediləndə nə olur? Məhkəmə prosesində. Otururlar belə otururlar. Sən də durursan orada. Onlar elə bilir Allahdır. Allah deyirlər. Ya qanun, boynun qanundan incədir, nəsə belə söz var, türk sözü yadından çıxdı. Xeyr, qanun dünyavi bir şeydir. Səmavi qanun başqadır. Bibliyada belə bir cümlə var. Dünyanın müdriklüyü Allahın yanında, Allahın dərgahında dəlilikdir. Dünyanın müdriklüyü Allahın dərgahında dəlilikdir. Bildiniz? Dəlilikdir. Yəni, bu insanlar oturanda səni tənqid eləyəndə, kimisə həbsə göndərəndə, sən onlar göstərir ki, onlar Allah deyirlər. Allah ola da bilməzlər. Söz var idi, only Allah can judge me. Ancaq Allah məni tənqid eləyə bilər, qınaya bilər, məhkəmədən, sınaqdan keçirə bilər. İslam fəlsəfəsinə görə bu dünya sınaqdır, imtihandır. Yəni, ömrü boyu imtihanda, sınaqda olmalısan. Xeyr. Bu da bir fəlsəfədir. Amma mən bunu qəbul eləmirəm. Əsas məsələ odur ki, mən bunun ruhani tərəfini qəbul edirəm. Amma bu ruhani tərəfin dünyavi formatda anlaşılmasını mən qəbul eləyə bilmirəm. İmtihandır, amma metafizik formatda, burada yox. Burada nəyə imtihandır? İmtihandır o vaxt ki, sən buna inanasan. Əgər sən həqiqətən də müsəlmansansa, inanırsansa. Amma mən inanmıram. Görürəm, başı bağlı qadındır, yekə maşın sürür. Mən gedirəm günəşin altında yanıram, o isə maşın sürür. Mən paxıllıq eləmirəm. Amma mən, məsələn, avtobusda olanda soyuqdur. Mən çöldə insanları görəndə deyirəm, ay Allah, bunlara baxı, yanırlar. Mənim onlara yazığım gəlir. O qadının isə namaz qılanın, Allaha görə oruç tutanın mənə yazığı gəlir. Yox, o özünü düşünür. Bu insanlar bu qruplaşmalara filan yığılırlar. Əfqanistan kimi bir ümmətlər filan yaradırlar ki, rahat yaşasınlar. Bir-birimizdən pul alaq. Yəni, sistematik, pragmatik olan şeylər də hamısı. Allahın bu dünya ilə əlaqəsi yoxdur. Allah bu dünyada deyil. Mən ona görə deyirəm ki, bu dünyanın yaradıcısı iblisdir. Gnostisizm deyir, iblis. Ona görə burada hər şey müvəqqətidir. Buranın yaradıcısı Allah olsaydı, əslində odur yaradıcısı. Əslində iblis də Allahdır. Amma bunu mən demirəm, çünki siz hələ bunu qavramaq üçün, neysə. Bax, bu kitab var, məsələn, bu kitab. Sonsuz aləmdə Allah milyardlarla, trilyon, sonsuz nə istəyirsə yarada bilər. Bax, bu kitabın ideal variantı var. İdealı. Sonsuz Allahın dərgahında, hüzurunda, möhtəşəmliyində
ideal bir mən, belə bir ideal mən var. Bu isə onun sadəcə çürümüş kopyasıdır. Sührəvərdi var, sührəvərdi. Onun fəlsəfəsi var, işrakizm, işrak. Bu işıqdır. Bu dünya Allahın frekansının aşağı düşdüyü bir işıqdır. Tezliyi, vibrasiya çox aşağı cılız səviyyədədir. O belə başa salır. Gnostisizm isə deyir ki, iblis düşdü, buranı yarattı və sizin içinizdəki iblis Allahı dərk eləməyə çalışır. Sənin egon iblis, içinizdəki iblis. Mən hər bir videoda bunu deyirdim. Sizin içinizdə hər birinizin içində neokorteksdə diskursiv, iblisani ağıl yaşayır. Bu iblis orada deyil. Bu iblis sizin ağlınızdadır. Parçalayan, hər şeyi qavramağa çalışan. Bax, o bilir ki, öz gücü yoxdur və Allahdan düşdüyünü bilir və Allaha getmək istəyir. Nağıl varı, Ələddinin ləmpəsi. Ələddinə kim deyir ki, ged mağaraya gir, orada ləmpəni gətir, ver mənə. Ələddin qoyunun bir qoyundur. Ələddin bilir ki, oraya getmək lazımdır. Yox. Ələddinə o Cafər deyir də, Cəfər deyir, Cafərdir. O kimdir? O iblisdir. Deyir, get. İblis sənə deyir ki, bax bu videoya, bax, diqqətlə qulaq as. Bəlkə məlumat dedi, bəlkə sən Allahı dərk elədin. İblis belə işləyir. İblis sizə atır bu. O da Allahın işini görür. Gördünüz, bir-birinə zid anlayışlardır. Mən ona görə deyirəm bunları, amma dəqiq bilmirəm, siz anlayırsınızmı, anlamırsınızmı? Ona görə şərtdə bunu bildirə bilərsiniz. Həm iblis bunu eləyir, həm də ki, Allah iblisdir. Bəli, çünki bir-birinə zid həqiqətlərdir. Amma həqiqət bütün bunların üstündədir. Ona görə də onun içində bu ziddiyyətlər birləşir. Həm iblis Allahdır, həm də ki, iblis sənin pisliyini istəyir, sənin coruvu qazır. İblisin məqsədi odur ki, sən özü mənasızlığa düşəsən, gedəsən cəhənnəmə. Onsuz da varlılar, rütbəllər gedəcək cəhənnəmə. Birinci duamızı oxuyaq. Ondan sonra buradan belə seçilmiş bir neçə hekayəni oxuyacağım. Allahu la ilahe illa huvel hayyul qayyum la ta'khuzuhu sinatun ve la nawm lahu ma fis semawati ve ma fil ard men zellezi yeşfa'u indehu illa bi iznihi ya'lamu ma beyne eydihim ve ma khalfahum ve la yuhitun bi şey'in min ilmihi illa bima şa'a ve siyya kursiyuhus semawati vel ard ve la yuduhu hifzuhuma ve huvel aliyyul azim. Bir çox dualarda demək olar, amma mən bunu deyirəm də. Nəysə, gəlin görək burada nə var. Bax, elə belə. Mən əvvəllər belə edirdim, götürdüm kitabı, belə şey edirdim. İncilidə, məsələn, Dostoyevski elə oxuyurdu. Bax, belə eləyirik, görək hansı hekayə, görək Allah bizə hansı hekayəni qarşımıza çıxardacaq və bu hekayə sizə çatacaq. Əslində, baxın, mən bu videonu indi canlı çəkirəm. Baxın, mən bu videonu indi canlı çəkirəm. Amma Allahın dünyasında, Allahın kəlamında bu video artıq çəkilib. Bu video çəkilib. Mən isə düşünürəm ki, mən burada canlı videonu çəkirəm. Siz isə bu videoya baxacaqsınız və görəcəksiniz ki, bu video çəkilib. 1, 2, 1, 1, 2, 1. Bax, belə işləyir. Yəni, qeyri-adi bir, mistik bir dünyada yaşayırıq. Bax, bunu. Azərbaycanlıların sevdiyi bir mövzudur. Namus. Namus adlı ağcaqanad və fil. Mən oxuyuram, dinləyin, qulaqlarınızın içindəki pərdəni cırıntılıyın, qulaq asın. Biri var idi, biri yox idi. Namus adlı bir ağcaqanad var idi. Həssas ağlına görə onu bəsirətli namus çağırırdılar. Bir dəfə öz həyatı barədə düşündükdən sonra xoş niyyətli və əsaslı səbəblərə söykənərək özünə bir mənzil tapmaq qərarına gəlir. Bu iş üçün ən yararlı yer kimi də bir filin qulağını seçir. Bundan sonra yalnız köçmək qalırdı ki, ağcaqanad bu işi gerçəkləşdirir və tezliklə yeni, geniş və rahat mənzilinə yerləşmiş olur.
Zaman keçir və namus dünyaya bir neçə ağcaqanad nəsli gətirir. İllər keçdikcə o bütün digər ağcaqanadlar kimi gərginlik və rahatlıq dövrlərini tanıyır. Sevinç və kədərin, həsrət və vüsalın nə olduğunu dərk edir. Filin qulağı onun evi idi və adətən belə hallarda olduğu kimi zamanla namusun daxilində bir his güclənməyə başlayır. Onun həyatı, taleyi və varlığı bu yerlə dərindən bağlıdır. Qulaq elə isti, rahat və geniş idi ki, bura ilə bağlı xatirələri çox idi namusun. Bu evə köçərkən namus təbii ki, müvafiq nəzakət rituallarını da yerinə yetirmişdi. Evə köçən gün o cil səsi ilə, var gücü ilə qışqıraraq öz qərarını filə söyləmişdi. Ey fil, məlumun olsun ki, başqası deyil, məhz mən, bəsirətli namus, buranı öz mənzilim etmək qərarına gəlmişim. Bura sənin qulağın olduğu üçün adətə uyğun olaraq səni öz məramımdan xəbərdar edirəm. Fil etiraz etməmişdi. Lakin namusun ağılına belə gəlmirdi ki, fil onu heç eşitməmişdi də. Düzünə qalsa filin nə ağcaqanadın özünün, nə də onun çoxsaylı ailə üzvlərinin varlığından xəbəri vardı. Təbiəti etibarı ilə etinasız varlıq olduğundan fil belə xırda şeylərə fikir verməzdi. Zaman keçir və bəsirətli namus yenə də vacib mülahizələrə əsaslanaraq mənzilini dəyişmək qərarına gəlir. Təbii ki, bu dəfə də o müəyyən olunmuş müqəddəs adətləri pozmayacaqdır. Beləliklə, qərarının dəyişməz olduğuna əmin olduğundan sonra filə deyəcəklərini bir neçə dəfə məşq etdikdən sonra məramını filin düz qulağına qışqırır. Filə öz bəlağətli və vacib sözlərini çatdırmaq qətiyyəti ilə ağcaqanad üçüncü dəfə var gücü ilə qışqıraraq söyləyir. Amma cavab almır da yəni. Ey fil, məlumun olsun ki, bugündən mən bəsirətli namus sənin qulağındakı evimi, ocağımı tərk edirəm. Uzun zamandan bəri yaşadığım evi tərk etməyə məni məcbur edən səbəblər kifayət qədər vacib və əhəmiyyətlidir və mən sənə onları söyləmək fikrindəyəm. Nəhayət, ağcaqanadın sözləri filin qulağına çatır və o yavaş-yavaş onları anlamağa başlayır. Fil bu sözlərin üzərində düşünərkən ağcaqanad davam edir. Bu xəbərə nə deyirsən? Mənim köçməyim barədə fikrin nədir, ey fil? Fil böyük başını qaldırır və yoğun səsi ilə bir ağız bağırır. Bunun mənası o idi ki, xoş gəldin. Zira əslinə qalsa sənin gəlişinin mənim üçün əhəmiyyəti nə qədər idisə, gedişinin mənası da o qədərdir. İndi burada görək nə yazılıb. Bəsirətli namus barədə hekayət ilk baxışdan həyatın mənasızlığı barədə acı kinayədən başqa bir şey deyildir. Bu cür qavrayışı sufilər oxucudakı hissiyat azlığının ayağına yazardılar. Yəni ki, hissiyat azlığı ona gətirib çıxardır ki, sən elə başa düşürsən ki, həyat mənasızdır. Amma bunun daha dərin, yəni hər bir şeyin daha dərin mənaları var. Sufilərə görə Quranın ayələrinin 7 dərin mənası var və sənin hissiyatın, şüurun artdıqca bu mənalar da açılır. Əslində boş şeydir. Burada vurğulanan həqiqət həyat. İndi mən bunu oxuyacağım, sonra bu hekayənin əsl həqiqi mənasını siz açılır. İndi görək bu qoyun balası, qoyun bu kitabı yazan görüm nə deyir. Burada vurğulanan həqiqət həyatdakı nəsnələrin nisbi əhəmiyyəti barədə insan mühakimələrinin ümumən yetərsiz olmasıdır. Olur ki, insan əhəmiyyətli şeyləri əhəmiyyətsiz, hansısa xırda məişət məsələsini isə həyatı əhəmiyyətli sayır. Bu hekayət Şeyx Həmzə Məlami Maktula aid edilir. Məlami təriqətini o yaratmışdır. 1575-ci ildə xristianlıqda ittiham edilərək edam edilmişdir. İndi bu isə, bunu yazan isə güya hekayənin dərin mənasını anladı da. İndi deyir ki, yox, burada indi söhbət insan mühakimələrinin, insan nədənsə fikirlərinin nisbi olduğunu da, yəni tam olaraq nəyin baş verdiyini dərk etmədiyini deyir. Yəni ki, insan nə isə əhəmiyyətli sayır, nə isə əhəmiyyətsiz sayır.
İndi isə gəlin burada mən sizə, yəni bu adam da həqiqəti bilmir, həqiqəti görən birisi kimi sizə deyim ki, Cəlaləddin Rumidə biraz məntiqdən çıxış eləyəm. Fil Allah obrazıdır. Buradakı ağcaqanad insanın nəfsidir. Bu nəfis, görürsünüz, adı da namusdur. Düşünür ki, elədiklərinin Allaha görə bir əhəmiyyəti var. Əslində Allah üçün heç bir əhəmiyyəti yoxdur. Burada deyir, həqiqət həyatdakı nəslərin nisbi əhəmiyyəti barədə insan mühakimələrinin ümumən yetərsiz olmasıdır. Bu düzgün bir şey deyil yəni. Burada mistik mənadır. Bilirsiniz, sufi hekayələrində hər bir şey bir mistik məna və məcazi mənadadır. Bu namus niyə milçəyi seçiblər? Birincisi, Quranda da milçəyi var. Fil Allahdır, milçək namusdur. Yəni sənin nəfsindir. Bu sənin iblisani egoizmindir. Fil nədir? Bu onu anlamır. Fil kimdir? Fil budur. Namus da həmin o egoizmdir. Ego. Toplumun sənə yeritdiyi bir nəsnədir də, məcburi cəmiyyətdən, cəmiyyət, təsəvvür elə ki, cəmiyyətin sinəsi var. Sən uşaq olandan hər birimiz cəmiyyətin südünü içirik. Bax, o namus, qeyrət anlayışlarını da o sənə verib, egoizminə soğub. Bu fildir, bu boşdur. Bundan xəbəri yoxdur. Sənin bədənin, insanın bədəni safdır, onun egoizmindən xəbəri yoxdur. Və sən düşünürsünüz ki, bütün psixi hadisələrin hamısı burada baş verir. Yox, bu buradadır. Burada da deyil, burada deyil, burada deyil. Yəni, mən demişəm də dəfələrlə ki, heç birisi burada deyil. Yəni, maddi aləmdə, atomda belə deyil. Bu onu nəzərdə tutur ki, namusdan, qeyrətdən sənin bədənin xəbəri yoxdur. Allahın dərgahında, Allahın hüzurunda, Rusça söz var, prisutstvi. Onda bunların heç birisinin əhəmiyyəti yoxdur. Bu isə deyir ki, güya özünü ağıllı sayan, vurğulanan həqiqət həyatdakı nəsnələrin nisbi əhəmiyyəti barədə insan mühakimələrinin ümumən yetərsiz olmasıdır. Güya ki, sənin mühakimələrin yetərli olanda sən güya nə isə biləcəksən də, yaxud da ki, nə isə bilməyin vacibdir, yox. Bax, burada İslamdan qat-qat üstün olan Dzogchen deyir ki, sənin elə heç nə bilməməyin sənin ən ali halındır, ən möhtəşəm halındır. Təbii ki, burada bu sufizmdir. Düzdür, bunu yazanın məsələn Dzogchendən xəbəri yoxdur, ağlın işləməsindən, zehnin təbiətindən xəbəri yoxdur, ona görə belə bir şey yazır. Amma bunu yazan təbii ki, bilirdi, bu Şeyx Həmzə Məlami. O bunu demək istəyirdi. Yəni ki, sənin içində boşdur. Boşluq var. Və bu hekayələr elə yazılıb ki, bunun dəqiq bir mənası, aha, mən bunu tapdım, mən dərk elədim axır ki, belə bir şey yoxdur. Bu hekayələr bilə-bilə elə yazılıb ki, hər bir insana köməklik eləsin. Təsəvvür elə bir kitabdır, uşaq da oxuya bilər, uşağa da danışa bilərsən, böyüyə də. Və bəzən ağlı təmiz, düşüncəsi təmiz olan uşaq səndən daha aydın anlayır. Bəzən də anlamı sadə olanın çətin, nə demək istəyirəm? Bax, məsələn, hekayənin anlamı sadədir. Amma sən onda çətin anlamlar axtarmağa başlayanda sən onu çətinləşdirirsən, mürəkkəbləşdirirsən. Bəlkə də sadədə
mürəkkəbliyi axtarmaq özü də bir səfehlikdir. Bu da ola bilər. Növbəti hekayə. Axmaq, müdrik və kuzə. Axmaq o adama deyilir ki, özünün və ya başqalarının başına gələnləri yanlış anlamağa meyillidir. Özü də bu hadisələri özünə və özü kimilərə elə ağlabatan şəkildə izah edir ki, həyatın böyük bir hissəsi üçün məntiqli və həqiqi görünür. Günlərin bir günü belə axmaqlardan birinin əlinə kuzəni verərək müdrikin yanına şərab üçün göndərirlər. Diqqətsizliyi yüzündən adam yolda yıxılır, kuzə də daşa dəyib çilik-çilik olur. Müdrikin yanına gələrək kuzənin qulpunu göstərir və deyir: "Filan kəs sənə bu kuzəni göndərmişdi, amma zalım daş onu yolda məndən oğurladı." İnsan ağlının hiləgərliyini görürsünüz, necə hiləgərdir. İnsanlar var, həqiqəti deyirsən, ağlı anındaca bir məntiqsəl, iblisani ağıl bilirsiniz necə işləyir? Çox zəkalı bir hiləgər hüquqşünas götürün. Bax, sizin içinizdəki o ağlınız iblis, çox zəkalı, möhtəşəm, öz işini bacaran bir hüquqşünasdır. Anındaca bir şey fikirləşib qoyacaq ortaya ki, səni haqlı çıxartsın. Heç vaxt deməyəcək ki, sən haqsızsın. Din sənin nəfsini aşağı salır və səni məcbur edir ki, haqsız olduğunu və yaxud da ki, səhv ola biləcəyini etiraf eləyəsən, qəbul eləyəsən. Amma din yoxdursa, sənin üçün Allah yoxdursa, sənin iblisani ağlın sənin üçün hər zaman haqlıdır. O içindəki ağlındakı hüquqşünas səni hər zaman haqlı çıxardacaq. Sən səhv ola. İcazə verməyəcək ki, sən bütün səni səhv çıxardacaq şeyləri görəsən. Məsələn, sən deyirsən ki, bu insanlar haqsızdır, düzələmədilər. Yox. Mübarizə aparırsan. Çünki sənin ağlın, iblis, icazə vermir ki, sən səhv olduğunu görəsən. Bu bütün insanlarda belədir. Ta ki, sən özünü araşdırmağa başlamayana qədər, səmimi olmayana qədər. Kefi yüksələn müdrik adam onun təfəkkürünün sağlamlığını yoxlamaq fikrinə düşür. Əgər kuzəni oğurlayıblarsa, onun qulpu niyə sənin əlindədir? Mən adamların, indi görün bu necə çıxır vəziyyətdən. Mən adamların düşündüyü qədər də axmaq deyiləm, deyə axmaq cavab verir. Qulpu ona görə gətirdim ki, sözlərimin doğruluğunu sübut edim. Bu hekayə nəyə göstərir? Ki, sənin zehnin, ağlında, məntiqin bir fahişə kimidir. Hər zaman aldada bilər. İnsanların fikirləri, düşüncələri ona görə anlamsızdır, boşdur. Yürütdüyü fikirlər, düşüncələr məntiqli olsa da, onların metafizik təcrübəyə əsaslanmış bir şeyi yoxdur da, səviyyəsi yoxdur sənin içində. Məsələn, mən nə isə deyəndə, bu elə belə söz deyil də, bu mənim içimdə cücərmiş bir təcrübədir. O isə eyni sözləri deyə bilər, məndən daha yaxşı deyə bilər, daha yaxşı ifadə edə bilər, amma o yoxdur. Və sən çox gərək belə pişmiş bir insan olasan ki, iki nəfərin danışdığı həqiqətin arasındakı əsl həqiqəti görə bilərsən. Ola bilər o məndən daha yaxşı danışdı, daha çox varlıdır, daha populyardır deyə, daha çox abunəçisi var, deyəcəksən ki, o haqlıdır. Belə bir şey də ola bilər. İndi görək bu nə deyiblər də burada. Dərviş ustadlar arasında tez-tez xatırlanan mövzudur. İnsanlar adətən hadisələrin içərisindəki gizli xətti fərqləndirmək və bununla da həyatı tam dolğunluğu ilə yaşamaq iqtidarında olmurlar. Bu xətti görə bilənlər müdrik, görməyənlər isə qəflətdə olan axmaq adlandırılır. Qətiyyən razı deyiləm. Yenə də bunu bu filosof yazır, güya özü üçün hadisəni dərk edib də, güya kitablar oxuyub bilib, yox. Burada səhv nədədir? Bunun düşüncəsidir, bu hekayədir, bu isə bunun şərhidir də. Hadisələrin içərisində gizli xət yoxdur. Hadisələrdə gizli anlam, gizli məna yoxdur. Dao,
Daosizm. Hadisələr boşdur. Dzogchen, düşüncələr, fikirlər, olanlar, mövcud, yarananlar hamısı boşdur. Yarandı, yoxa çıxdı. Yarandı, yoxa çıxdı. Nə gizli anlam? O gizli anlamı bilmək istəyən, tutmaq istəyən sənin ağlındır. Çürümüş ağlındır. Həyatı tam dolğunluğu ilə yaşamaq nə deməkdir? Anında yaşa, anda yaşa, Pepsi-Cola. Nə deməkdir? Sən bomş kimi yaşasan da, kədərin içində, əzabın içində yaşasan da, heç şey eləməsən də, zirzibildə olsan belə sən həyatı dolğun yaşayırsan. Çünki huzur var. Çünki şuur var. Görürsünüz? Yəni özünü tanımayan, həqiqəti bilməyən bir insan, zəkalı bir insanın şərhi bax çərçivəlidir. Sən həqiqəti bilmirsənsə deyəcəksən, bu nə ağıllıdır, gör necə şərh yazıb, oxumaq lazımdır bunu. Nəyi demək istəyirəm? Dostoyevski onu düz deyirdi. Dostoyevski görürsünüz özü bir filosof idi, həm də ki şeydi də, dindar adam idi. O deyirdi ki, İnsan nə qədər zəkalıdırsa, onun əsərlərində zəkalı, ağıllı personajlar çoxdur, hiləgər. O qədər də onun zəkası ona həqiqəti görməyə imkan vermir. İnsan nə qədər zəkalıdırsa, o dua eləməyəcək. O səmimi olmayacaq. Mən deyirəm də, o hər zaman özünü aldadacaq. Mən əskərlər gördüm, ayağının altı düz idi, şişirdi, qızarırdı. Deyirdim, oturdu, oturmurdu. Deyirdi, yox, mən xidmət edirəm. Və burada ağıllı bir adam görmüşdüm. Mənim sinif yoldaşım idi, magistri oxumuşdu. Deyirdi ki, deyirdim, niyə getmədin? Deyir, hər kəs döyüş üçün yaranılmayıb. Dedim, sərhəd xidmətində döyüşmürsən axı sən. Deyir, yox, o da döyüşün bir növüdür. Başqaları eləməlidir, hər kəs onun üçün yaranılmayıb və s. və s. Digəri isə qayıtdı, dedi ki, mən borc işləyirəm, pul verirəm, vergi ödəyirəm, ondan da silah alırlar. Biri də dedi ki, mən istəmirəm. Görürsünüz, insan və bunlar hamısı ağıllı insanlardır. Və səmimi, saf olan insanlar rəhmətə gediblər. Vuruşublar, savaşıblar, ölüblər. Amma hiləgərlər, biclər yaşayırlar, yaşamağa davam edirlər və qalıblar burada. Nədir? Sən hələ də inanırsan ki, bu dünya ədalətlidir. Və mən deyəndə ki, bu dünya ədalətsizdir, vicdansız. Düz deyirsən, bəli, bu dünyanın mənası yoxdur, bəli, həyat əzabdır, bəli, düz. Mən demirəm, belə eləyin, ya bunun şeyliyin, yox. Deyirəm ki, yəni, həyat qəlizli, zəkadan, zehindən, qavrayışdan üstündür. Sadəcə nə etmək lazımdır? Yəni, həyat mənasızdır, həyat acımasızdır və s. deyib bunda ilişmək lazım deyil. Öz içinə getməyi mən deyirəm. Mən demirəm filosofluq elə, otur həyata barəsində düşün. Öz içinə get. Həqiqətin Özü adlı kanalda sonuncu videolardan birində praktikadır. O praktikaya baxıb eləmək olar. Yəni, bunu demək istəyirəm mən. İndi sonuncu hekayəni oxuyacağım. Burada çox hekayə. Buradan daha çox hekayə oxunulmasını istəyən varsa, şərhdə yazıb qeyd eləyə bildirə bilər. Günlərin bir günü paytaxt Qəznənin küçələri ilə gəzərkən Sultan Mahmud böyük bir əzab-əziyyətlə belində ağır bir daş daşıyan hambala rast gəlir. Hambalın acınacaqlı vəziyyətinə ürəyi yanan Mahmud onu əmr edir. At yerə daşı, ay hambal. Hambal dərhal əmrə tabe olur. Daş hambalın belindən düz yolun ortasına düşür və düşdüyü yerdə illərlə qalır. Gəlib keçənlərə mane olur. Nəhayət şəhər əhalisi sultana müraciət edərək onun daşın götürülməsini barədə əmr verilməsini xahiş edir. Lakin Sultan Mahmud idarəetmə müdrikliyə istinad edərək
Belə deyir. Bir əmri başqa əmrlə dəyişmək olmaz. Cəmaət elə fikirləşər ki, sultanın əmrləri ani həvəslərdən doğur. Daş əvvəlki yerində qalmalıdır. İndiki o insanların güya əmrləri ani həvəsdən doğulmur. Bu səbəbdən daş atıldığı yerdə də qaldı və adamlar hətta Mahmudun ölümündən sonra da sultanın əmrinə hörmət əlaməti olaraq onu yerindən tərpətmədilər. Aman Allah! Əskərlər var idi. Deyirdim, bunu elə də, bunu elə. Eləmirəm. Deyirsən ki, bunu eləməyən, məsələn, bundandır. Söyüş qoyursunda. Anındaca eləyir. Tupoy da, səfehdir. Amma söyüşə hörmət. Söyüş qoyda eləmək lazımdır. Bu əhvalat hamıya yaxşı məlumdur və insanlar onun mənalarını, idraki qabiliyyətlərinə müvafiq olaraq 3 planda anlayırlar. Monarxiya əleyhinə olanlar bunu mütləqiyyətçi idarəçiliyin özünü təsdiq üsulu kimi qiymətləndirir. Güc qarşısında səcdə edən adamlar mənasızlığına baxmayaraq əmrin dəyişdirilməməsini hörmət edəcəklər və bunun üçün xüsusi bir əsaslandırmaya da ehtiyac hiss etməyəcəklər. 3. Lakin əslində hökmdarın hansı mülahizələrə əsaslandığını anlayanlar diqqətsizlərin nə düşündüyünü hesaba almayacaqlar. Buna baxmayaraq, hambala daşı uyğun olmayan yerdə atmağı əmr edən və sonradan bu əmrini dəyişdirməyən Mahmud anlayan insanlara göstərirdi ki, onlar müvəqqəti hakimiyyətə tabe olmalı, lakin eyni zamanda dəyişməz ehkamlara əsaslanaraq insanlara böyük fayda verməyin mümkün olmadığını dərk etməlidirlər. Bu dərsi mənimsəyənlər həqiqəti arayanların sıralarını artırmış, bəziləri isə həqiqətin özünə gedən yolu tapmış oldular. Ehkamın məhdudluğu. İndi şərhə baxaq. Burada verilən inci açıqlamanı çıxsaq, bu hekayət Həsən Vaiz Kaşifinin məşhur Əxlaq-ı Mühsini adlı əsərindən götürülmüşdür. Hekayət insanların fərqli hazırlıqlarına müvafiq olaraq fərqli anlama və mühakimə nümayiş etdirdiklərinə aid əyani bir illüstrasiyadır. Sultan Mahmudun istifadə etdiyi metod isə aşağıdakı ifadədə əksini tapmış sufi metodunu xatırladır. Divarla elə danış ki, qapı eşidə bilsin. Yəni, qızım sənə deyirəm, gəlinim sənə eşidir. Divarla elə danış ki, qapı eşidə bilsin. Bu, indi deyir ki, burada illüstrasiya edilib ki, insanlar fərqli cürə öz hazırlıqlarına görə fərqli cürə anlaya bilərlər və mühakimə edə bilərlər. Lakin görək hekayənin özündə cavabı olan bu şeyə yenidən toxunaq da bu cavaba. Dəyişdirməyən Mahmud anlayan insanlara göstərirdi ki, onlar müvəqqəti hakimiyyətə tabe olmalı. Lakin eyni zamanda dəyişməz ehkamlara əsaslanaraq insanlara böyük fayda verməyin mümkün olmadığını dərk etməlidirlər. Bildiniz? Yəni, bir şey dəyişmirsə, bu söhbət sufilərdən gedir, kitablardan hər bir şeyi. O fayda vermir. Ona görə deyirəm, sən oturub, bax, belə bir hekayə də var. Birinci Quran var idi. Sonra Qurandan sonra başqa kitab yazdılar. Sonra başqa kitab. Və axırda Mövlana Cəlaləddin Rumi Məsnəviyyə mənəvi kitabını, Fihi Mafihi kitabını yazdı. Məsnəviyyə mənəvi. Bir adamdan soruşurlar, niyə bu belədir? Deyir, çünki dəyişilir. Dövran dəyişilir, insanlar dəyişilir. Deyir, əvvəllər insanlar Quranı əzbərləmirdilər. Onlar Quranı hiss edirdilər. Belə bir şey yox idi. Bu duanı 100 dəfə oxudum, bunu milyon dəfə oxudum, bu mənə güc verəcək və s. Hiss edirlər. İndi hiss eləmirlər. Başqa bir şey lazımdır. Və burada söhbət idarəçilikdən, hakimiyyətdən getmir. Burada elə həqiqətdən gedir.
dəyişməz ehkamların yerinə dəyişməz həqiqətləri qoysaq dəyişəcək. Baxın, həqiqətlər də dəyişilir. Bütün bunların hamısı fəlsəfələrdir, şeylərdir. Mən niyə sufizmin içində idim illərlə, Sədi Şirazini, Bostan əsərini və s. oxumuşam. Sadəcə ondan çıxdım. Niyə görə? Çünki sufizmdə bir tərəfdə zehnin necə işlədiyini açıqlama yoxdur. Yəni köməklik eləmir. Padmasambhava kimi, Dzogchen kimi köməklik eləyə bilmir. Sadəlik yoxdur onda. Çünki dinlə əlaqəlidir. Dzogchen ayrıcı işləyir, bu isə dinlə əlaqəlidir. Burada sirlər var. Yenə deyirəm, məsələn, mən İslamın həyata bir məna yükləməyini anlaya bilmirəm. Və Emil Çoran, xoşladığım ən pesimist filosof, demişdi ki, başqa dinlər insana oyanmağa, bir sual verməyə, araşdırmağa imkan verir, İslam vermir. İslam deyir, elə bir dindir ki, o heç bir egzistensial axtarışın yaranmasına imkan verməyəcək. Yəni səndə bir sual belə yaranmayacaq, bir şey belə yaranmayacaq. Amma bu hekayələr ona görə var ki, bu sufi hekayələri, sən zehninin necə işlədiyini biləsən. Məsələn, kimsə səndən balta oğurluyu, baltanı tapa bilmirsən. Çıxmısan çölə, həyətə, baltanı tapa bilmirsən. Və orada görsən ki, bir dənə uşaq belə-belə gəzir. Sənə belə-belə baxa-baxa gedir. Sənin ağlında fikir yaranır, bu uşaq oğurluyor, 100% götürüb oğurluyor bunu. Anındaca sən o düşüncəyə, fikrə inanırsan, onu şişirdirsən, böyüdürsən. O elə belə gəldi, getdi. Gəldi o düşüncə, getdi. Dzogchen deyir, mühakimə eləmə. Dzogchen deyir ki, özünü bölmə. Bu mənim yaxşı tərəfimdir, bu pis tərəfimdir. Yaxşı tərəfi gücləndirməliyəm, səbirli, dözümlü və s. olmalıyım. Bunu eləməməliyəm. Bu lazımlıdır. Bəli, özünü inkişaf etdirmək üçün, nəsə eləmək üçün, məqsədlərinə çatmaq üçün, doğru, düzgün yaşamaq üçün lazımlıdır. Amma bu vacib deyil. Lazımlıdır, amma vacib deyil həqiqət üçün. Bu elə belə yarandı, düzdür, yoxa çıxdı. Amma sən bunu şişirdə gerçəyi sayırsan. Və bir də görsən ki, reallıq sənin düşüncəni əks etdirdi. O oğlan gəldi sənə baltanı oğurladı. O oğlan oğurlamasa belə sənin ağlın qalacaq bir oğurladı. Və neçə insan var ki, araq içir, siqaret çəkir, zehninin köləsidir. İndi mən zehni pis bir şey adlandırmıram. Ben demirəm də ki, sizə oyanmalısınız, aydınlanmalısınız, yox. Mən sizə demirəm bunları. Mən sizə deyirəm ki, mənim danışdıqlarım belə heçdir, puçdur, mənasızdır, anlamsızdır. Sizin öz yolunuz var, siz azad olmalısınız. Mən sizə bunu arzu edirəm. Yəni, mənim dediklərim də heçdir, bu qədər. Onu da bilin ki, varlılar cəhənnəmdə yanacaq, amma bu da, yəni, axıra qədər baxan başa düşdü ki, bu da bir zarafat idi. Bu qədər.